Yanvarın 6-da Gənclər və İdman naziri Fərid Qayıbov İdman federasiyalarının nümayəndələri ilə 24-cü görüşünü keçirib. Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə nazir Fərid Qayıbov görüş iştirakçılarını salamlayaraq son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb. Görüşün gündəliyinə uyğun olaraq 6-cı İslam Əmrəliyi oyunlarının yekun hesabatı, Los Angeles 2028 Olimpiya oyunlarına hazırlıq prosesi, idmançıların qeydiyyatı və təsnifatlaşdırılması məsələləri barədə məlumat verilib. Həmçinin süni intellekt, Azərfit layihəsi, eləcə də fiziki və psixoloji hazırlıq planları barədə təcrübəli xarici mütəxəssislər Edward Kohler, Rado Pisot, Mateusz Tusak və Thomas Levakın təqdimatları dinlənilib. Görüşdə idman növləri üzrə məşqçilik kursları, Nazirliyin tabeliyində fəaliyyət göstərən UQİMlərlə bağlı məsələlər, bu il Seneqalda keçiriləcək yeniyetmələrin yay olimpiya oyunları, eləcə də Bakı 2026 dünyanın idman paytaxtı barədə məlumat verilib. Federasiyaların sosial media fəaliyyəti ilə bağlı hesabat təqdim edilib.